الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ألف لام را. كتاب أنزلناه إليك لتخرج الناس من الظلمات إلى النور. لتخرج الناس من الظلمات إلى النور بإذن ربهم إلى صراط العزيز الحميد. الله الذي له ما في السماوات وما في الأرض وويل للكافرين من عذاب شديد. الذين يستحبون الحياة الدنيا على الآخرة. الذين يستحبون الحياة الدنيا على الآخرة ويصدون عن سبيل الله. ويصدون عن سبيل الله ويبغونها عوجا. أولئك في ضلال بعيد. صدق الله العلي العظيم. اللهم صل على Muhammed ve Ali Muhammed. Bağışlayan və mehriban uca Allahın adı ilə Allahın salavat salamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Salamlayırıq əziz izləyicilərimiz sizi. Yeni bir verilişdə Quranın gəlişinə hazırlıq verilişində inşallah sizin xidmətinizdəyik. Əziz ruhanimiz Ustad Hacı Famil Burhanoğlu ilə inşallah birlikdə sizin xidmətinizdə olacaq. İstərdim Hacıya söz verməmişdən əvvəl Hacı haqqında qısa bir məlumat verəm və sizlər tanıyanlar tanıyır, tanımayanlar üçün də bir fürsət olsun inşallah. Famil Burhanoğlu Azərbaycan Respublikasının tanınmış ruhanilərindən və yazarlarından və tərcüməçilərindəndir. İstərdim onun əsərləri haqqında bir məlumat verəm. Özünün müəllifi olduğu kitabı var, İslamda olanlar olduğu kimi və ondan çox tərcümələri var. Tərcümələri
məxsusən Əllamə Təbatəbai ağanın Əl-Mizan kitabının 12-ci, 14-cü cildlərinin tərcüməsi, Məkarim Şirazinin Qur'an-ı Həkimə və seçilmiş ayələrin şərhi kitabının tərcüməsi, nümunə təfsiri, onun 11-ci cildinin təfsiri, Əllamə Cəvadinin Qadın, Əzəmət və Gözəllik güzgüsündə kitabının təfsiri, Əllamə Cəvadinin İnsanın İnsanla təfsiri, Əllamə Cəvadinin Qur'anın mövzular üzrə təfsiri 10 cilddən çoxu tərcümə olunub. 100-dən çox elmi məqalələr tərcümə edib və 100-dən çox redaktə və korrektələri olubdur. İnşallah əziz hacımızla birlikdə sizin xidmətinizdə olacaq maraqlı mövzularla. İstərdim hacı da salamlaşsın və mövzumuza başlayaq inşallah. Hacı, xoş gəlibsiniz, buyurun inşallah. Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə bütün tamaşaçılarımızı salamlayıram və hər birinizi xoş gördük deyirəm. Allah bütün ibadət və itaatlarımızı qəbul eləsin inşallah. Amin inşallah. Hacı, bilirsiniz ki, mübarək Şaban ayının sonlarıdır və Şaban ayı bir başlanğıcdır Ramazan ayı və Ramazan ayı Qur'an-ı Kərimin nazil olduğu bir aydır. Qur'an-ı Kərim təbii ki, insanların hidayəti üçün gəlmiş bir kitabdır. Biz bu Şaban ayında və Ramazan ayında o ilahi kitabın ki bizim hidayətimiz üçün gəlib, hansı hazırlıqlarımız olmalıdır? Mənəvi baxımdan, cismi baxımdan, fikir baxımdan, düşüncə baxımdan ki, bunlar önəmli məsələlərdir ki, biz hansı hazırlıqlarımız olmalıdır? İstərdim inşallah bu haqda fikirlərinizi bilək inşallah. Əziz Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləmin bir Qur'anla bağlı bir hədisi var. Hədisində buyurur ki, Əl-Qur'anu mə'dubatullah fətəalləmu məstəta'tum. Buyurur ki, Qur'an bir süfrədir. Qur'andan öyrənin. Nə qədər imkanını çatırsa, Qur'andan öyrənin. Baxın, Allah Teala bizi bir elmi süfrəyə dəvət edir. Əməli bir süfrəyə, ziyafətə dəvət edir. O ziyafətin süfrəsi boş deyil. O ziyafət süfrəsinin üzərində bizə lazım olan bütün qidalar var, bütün nemətlər orada var. Allah Teala bizi dəvət edir. Deyir ki, gəlin, o süfrədən istifadə edin, onun üzərindəki nemətlərdən istifadə edin. Əgər Allah Teala bizi bir ziyafətə dəvət edirsə, deməli biz ora o nemətlərdən istifadə eləmək üçün getməliyik də. Artıq özümüzlə ora yemək apara bilmərik, içmək apara bilmərik. Yəni, aparsaq artıq o ziyafətdən istifadə eləmiş sayılmırıq. Biz gərək gedib o süfrənin üzərindəki nemətlərdən istifadə eləyək. Bunun üçün bizə boyanmış ağıl və idraç lazım deyil. Bizə sırf mücərrəd, yəni hər şeydən təcrid olunmuş ağıl lazımdır ki, biz oradan gedib normal şəkildə istifadə eləyə bilək. Bu süfrənin üzərində bizim ağlımız, düşüncəmiz, mənəviyyatımız, insanlığımız, kamilliyimiz üçün lazım olan hər şey var. Allah Teala o süfrədə bizim üçün lazım olan hər şeyi göndərib. İnsanlığımız üçün, cəmiyyət üçün, mədəniyyətlər üçün, təfəkkür, düşüncə, həyatımızın bütün yönləri üçün Allah Teala o süfrədə bizə nemətlər təqdim edir. Və əziz Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyəndə ki, məstəta'tum, nə qədər imkanınız var. Deməli, biz buna özümüzə hazır eləməliyik ki, nə qədər imkanımız varsa, o imkan daxilində bu nemətdən istifadə eləyək. Artıq biz özümüzlə gedəndə hər hansı düşüncə ilə, təfəkkürlə getsək, biz artıq oradan istifadə eləmiş hesab olunmuruq. Biz öz düşüncələrimizi Qur'ana yükləmiş oluruq, Allahın kəlamına yükləmiş oluruq. Biz artıq, biri var gedib istifadə eləyək, biri də var Qur'ana öz düşüncəmizi yükləyək. Bunlar artıq biz istifadə eləmiş sayılmırıq. Biz sanki Allahın özünə nəuzubillah yol göstərmiş oluruq. Biz Qur'ana sanki istiqamət vermiş oluruq. Ona görə də Allah Teala bizi ancaq ondan istifadə eləməyə çağırır. Məsələn, bizim hədislərimizdə var, hədis-i qudsidədir. Mə əmənə bi mən fəssərə bi rə'ihi kələmi. Allah Teala dilindən Peyğəmbərimizin dediyi bir kəlamdır. Deyir ki, kim Qur'anı öz düşüncəsi ilə, ağlına uyğun əgər təfsir eləsə, izah eləsə, o mənə iman gətirməmişdir. Baxın, bugün dünyamızda
insanlar var ki, Quranı öz düşüncələrinə uyğun başlayırlar tərcümə eləməyə. Quranda Allah belə deyir, belə nəzərdə tutur, bu düşüncə var. Bu artıq Qurandan istifadə deyil. Bu Qurana yükləmədir, məna yükləməkdir. Hacı, mən sözünüzü kəsərək bir söz elə yer gəlmişəm, burada bir soruşum. Quran-ı Kərimin bir ayəsi var, buyurur ki, bu Quranın möhkəm və mütəşabih ayələri var. Möhkəm ayələri ümmül kitabdır, amma mütəşabih ayələrin onun təvilini yalnız Allah və Peyğəmbər bilir. Təbii ki, indi o məna baxımından indi orada da insanlar arasında, nə bilim, təfsirçilər arasında fikir ayrılığı var ki, və rasixunə fil elm və elmin dərinliyinə o vaqif olanlar, təbii ki, Əhl-i Beytdən məqsəddir orada. Bəzi insanlar var ki, onlara sual verirsən ki, sən ki, Quranı götürsən, ürəyin üstədə kimi tərcümə edirsən, möhkəm və mütəşabih ayələri tanıyırsan, deyir ki, nə möhkəm, nə mütəşabih ayə. Deyirsən, axı, sən möhkəm, mütəşabih ayəni bəlkə elə götürmüsən, elə öz ağlınla tərcümə eləyirsən. Yəni, sizin bu sözünüzə qüvvət olaraq mən dedim, bu sözü ki, yəni insanlar var ki, gəlirlər Allahın kitabını, elə düşünürlər ki, elə biz Allahın kitabını götürəcək, öz istədiyimiz kimi tərcümə də eləyəcək və istədiyimiz kimi də insanlara açıqlayacaq. Bu, Allahın kitabı nazil olan ayda ən mühüm amillərdən biri də odur ki, biz o qonaqlığa gedəndə təbii ki, düşüncəmiz də təmiz olmalıdır. O düşüncəmizin içərisində napak şeylər olsa, təbii ki, indi orada elə bil ki, Quran-ı Kərimin ayələrində bu günləri insanlarda nə qədər çaşqınlıqlar var. Deyirsən ki, bəzi adamlar gəlirlər, çıxırlar, deyirlər ki, Hz. Musanın məsələn əsası nağıldır. Hətta yəni, danışan adam da ilahiyyatçıdır, yəni bu haqda çıxırlar, danışırlar. Onun məqsədi, yəni məna o deyir. Yəni insanlar əgər o Allahın rəhmət kitabından qidalanmaq istəyirlərsə, birinci odur ki, bunların düşüncələri də paklanmalıdır ki, sən Allahın o kitabın öz düşüncə ilə qarışdırmamalısan da, Allah nə deyir, sən onu canı dildən qəbul eləməlisən. Bəli, Allahın, yəni əziz Peyğəmbərimizin Quranı süfrəyə bənzətməsinin də mənası budur. Yəni sən artıq o süfrədə sənə lazım olan, sənin üçün qidalanmağın üçün zəruri olan nələr varsa, insanlığın üçün, kamilliyin üçün nə lazımdırsa, onlar hamısı orada var artıq. Sən ora heç nə gətirmə. Gətirdiyin sənə fayda verməyəcək. O sənin ziyanını artıracaq. La yəzidu zaliminə illə xəsara. Sən özünə zülm eləmiş olursansa, yəni o məna yükü ilə gələndə artıq özünə ziyan, öz zərərinə olur. Nə olursa öz ziyanına olur. Özün xəsarət almağa başlayırsan. Mənəvi cəhətdən, sosial baxımdan, bütün cəhətlərdən. İnsana lazım olan bütün cəhətlərdən sən xəsarətə uğramağa başlayırsan. Məsələn, Quranda bir ayə var, Əbəsə surəsindədir, səhv eləməsəm. Deyir, فَلْيَنْزُرُ الْاِنْسَانُ إِلَى طَعَامِهِ İnsan öz təamına fikir versin. Yəni, bu, bilirsiniz də, Quranın bir zahiri mənası var, bir batini mənası var. Yəni, bizim hədislərimizdə var, deyir ki, لِلْقُرْآنِ بَتْنٌ وَلِبَتْنِهِ بَتْنٌ إِلَى سَبْعَةِ أَبْطٌ Quranın bətni var, bətni var, hər bətni də 7 bətnə qədər davam edir. Yəni, bir-birinin içərisində dərinlikləri var da, daxili mənası var. Bir zahiri mənası var, bir daxili mənası var. Zahiri mənası, məsələn, bu ayənin özü. Zahiri mənası budur ki, biz hər bir insan yediyi qidaya fikir versin. Bunun birinci növbədə halalına və yaxud da haramına fikir versin. Halaldan qazanır, yoxsa haramdan qazanır. Təbii ki, o halalını istifadə edəcək, haramından çəkinəcək. Qazananda da halalından qazanacaq. Əgər halaldan qazanıbsa, yenə də haram almayacaq. Bəzi adamlar halal qazanır, amma gedir haram bir şey alır da, yenə də haramdan istifadə eləmiş olur. Ondan sonra sərf elədiyini də artıq halaldan qazanır. Bəli. La yazalu qədəmə abdin yevməl qiyamət hətta yus'alu ən ərbə. 4 şey qiyamətin günündə birinci ondan soruşurlar ki, ömrü harda keçirdin, cavanlığı harda keçirdin, malı hardan qazandın və harda xərclədin. Yəni, mühümmi odur və sonda da ən hubbena əhləl beyt. Biz Əhl-i Beytin məhəbbətindən ki, siz buyurursunuz ki, bəli, əsas yəni qazanmaq, halal qazanmaqla yanaşı o xərcləmə yeri də önəmlidir, bəli. Deməli, bu ayədə birinci növbədə Allah Teala buyurur ki, insan yeməyinə fikir versin, qidasına fikir versin. Bu, bunun zahiri mənasıdır, görünən tərəfidir. Bir də bunun bir daxili mənası var. Daxili, qatında yatan bir dərinlik var. Bu dərinlik nədir? Bu dərinlik bizim
elm və mənəviyyatla bağlı olan qidamızdır. Biz bu gün mənəviyyatımızı hardan alırıq, elmimizi hardan alırıq? Allah Teala buyurur ki, birinci növbədə buna fikir verəcəksiniz. Yəni bizim ən başlıca insani, elmi, mənəvi mənbəyimiz Qurandır. Biz birinci növbədə Qurana baxmalıyıq. Bu dünyanın ən böyük yaşadığı problem nədir? Yaşadığı problem həmin o qida mənbəyidir. Bu gün insanları nə ilə yoldan çıxardılar? Yalan, iftira, bütün səhv məlumatlar, dezinformasiyalar, fake məlumatlar. Yəni insanların ki, qida mənbəyini korladılar. İnsan qida mənbəyi korlananda mütləq artıq o doğru yoldan mütləq ki, sapacaq. Bu günləri insanlar niyə bu qədər düşüncə problemi yaşayırlar? Niyə həyatlarında bu qədər çətinliklər var? Başlıca səbəbi bunların qida mənbəyindəki problemdir. İnsanlar ancaq yalan yedizdirirlər, iftira yedizdirirlər. İstənilən insana iftira yaxa bilirlər, haqqında yalanlar danışa bilirlər, uydurmalar deyə bilirlər. Ümumiyyətlə, insanlar haqla mübarizə aparmaq üçün onların yalan və iftiradan başqa silahları yoxdur. Ondan sonraki mərhələlərdə artıq istehza gəlir. Bunlar başlayırlar qarşı tərəfi gözdən salmaq. Quranın da Peyğəmbərimizdə də var o mərhələlər. Məsələn, Bəqərə surəsində var da: "Və izə laqul-lezina amanu qalu amanna və izə xalu ilə şeyatinihim qalu inna ma'hum innama nahnu mustahzi'un." Ayə tərcüməsi budur ki, elə ki, laqul-lezina kəfəru. İzə laqul-lezina amanu. Möminlərlə iman bir yerdə olanda deyirlər biz iman gətirmişik. Xalu ilə şeyatin. Amma şeytanları ilə xəlvətə çəkiləndə deyirlər biz onları ələ salırıq. Bu artıq bu gün problem tamamilə fərqli bir mərhələdədir. Artıq bunlar heç möminlərlə də yanaşı gəlmirlər. Və konkret olaraq üzdə də artıq şeytanla bir yerdədirlər. Xəlvətdə də bir yerdədirlər. Artıq üzdə də cəsarət tapırlar ki, o böyük şəxsiyyətləri, böyük düşüncələri, böyük məktəblərin, insanları böyük məktəblərdən, böyük şəxsiyyətlərdən çəkindirmək üçün birinci mütləq onu gözdən salmaq lazımdır. Amma Allah Teala bizdən nə istəyir? Bizdən istədiyi budur ki, birinci növbədə sənin qida mənbəyinə gərək fikir verəsən. Mütləq fikir verməsən, bu bizim üçün qida mənbəyi, ən böyük qida mənbəyi Qurandır. Quran bizim mənəvi mənbəyimizdir, qida mənbəyimizdir. Bizdən Allahın istəyi budur ki, buna fikir verəcəksən, buna əgər diqqətini buna yönəltsən, o zaman sənin üçün faydalı olacaq. Amma sən düşüncəni götürüb Qurana gedəndə artıq, o Qurandan istifadə olmur artıq. Quran artıq sənin başlayacaq zərər və ziyanını artırmağa. Hacı, mən İstərdim bu sizin sözünüzə qüvvət olaraq bu qida mənbəyi məsələsinə gəldi ki, yəni biz neyniyək ki, həmən bu qida mənbəyindən faydalana bilək, Allahın bu hidayətindən bir neçə məsələni mən burada qeyd eləmişəm. Birinci odur ki, qəlb və zehnimiz hazırlamalıyıq. İkinci odur ki, təqvalı olmalıyıq. 3, ixlaslı, xalis olmalıyıq. Yəni məqsədimiz bu olmalı ki, doğrudan mən, yəni Allaha görə istəyirəm, mən bu yola çıxım. 4-cü, zahiri və batini paklılığa diqqət eləməliyik. Nəfsani istəklərdən uzaq olmalıyıq. Düşünməkdə, düşünərək Quran oxumalıyıq. Düşünərək Quran oxumalıyıq. Quranın haqq olmasına iman gətirməliyik. Bu yəni önəmli məsələlərdəndir. Bəzi adamlar var heç, yəni Quranın özünü deyirlər ki, yəni Allah kitabı döyür, nə döyür. Yəni bunlar önəmli məsələlərdəndir. Quranın öyüd və nəsihətləri qarşısında təslim olmalıyıq. Əgər Quranın biz istəyiriksə öyüd alaq, yəni o öyüd nəsihət bizim öz xeyrimizə ola bilər, hal-hazırda o bizim xeyrimizə olsun, hal-hazırda xeyrimizə olmasın. Bütün hallarda o öyüd nəsihətə təslim olmalıyıq. Və bu məsələlərdən biri də budur ki, biz o Qur'anın əmrlərinə tabe olmalıyıq. Bütün bu mərhələlər, bütün bu proseslər, bunların üçün özümüzü hazırlamalıyıq ki, Qur'anın ayələrin həmən o ilahi qidanı gözəl şəkildə biz əldə eləyə bilək. Deməli, Allah Teala sizin qeyd edədiyiniz kimi, Allah Teala Quranda buyurur ki, İnnəmə tunziru məni təbə'ə zikra. Sən ona nə qədər tabi olmamısansa, ondan heç bir fayda əldə eləməyəcəksən. Özdə Quranı Allah Teala zikr adlandırır, xatırlatmaq. Bu deməkdir ki, insan daxilində Allah tanıyandır. Allah Teala Quranda bir ayə buyurur. Deyir ki, Fərdin və çəkəliddini hənifən fitratallahi fətərənnəsi ələyyə. Sən üzünü o fitrətində, o fitrət olan dinə doğru tut. Özdə xalis ola, hənifən, xalis olaraq tut.
Niyə görə Allah Taala bizə demir ki, sən kənarda olan bir şeyə üst tut? Niyə Allah Taala deyir ki, din sənin fitrətindədir? Niyə Allah dini fitrət kimi təqdim edir? Məsələ burasındadır ki, insan bank deyil, bankın binası deyil, ya muzey kimi bir şey deyil. Muzeylərdə, banklarda vəziyyət belədir. Muzeyin qiyməti nədədir? Muzeyin qiyməti ora qoyulan eksponatlardır. Kənardan ora eksponatlar gətirilir. Arxeoloji qazıntılardan əldə olunan tapıntılar hamısı gətirilir, qoyulur ora və sadə bir bina idi. Amma o eksponatlar gətirilib ora qoyulandan sonra o qiymətə minir. Yəni bankın binasıdır. Bina tikildi, hələ tikilənə qədər orada elə bir qiymətli bir şey yoxdur. Amma ora əlavə kənardan qiymətli pullar gətiriləndən sonra valyuta gətiriləndən sonra olur qiymətli. Yəni artıq o bankın içərisindəki o ləvazimatlar o bankın binasından onu qat-qat qiymətli eləyir. İnsan belə deyil. İnsan nə bank kimidir, nə muzey binası kimidir. İnsanın bütün qiyməti onun daxilindədir. Quran gəlir həmin o daxilindəkini üzə çıxartmağa. O belə bir cövhərdir, elə bir qiymətli cövhərdir ki, o qiymət onun içərisində. Məsələn, Nizami Gəncəvinin bir beyti var. Sod dərya be sərmaye-i xiş baş, həməz bude xod, sude xod bərtəraş. Deyir, sən dəniz kimisən. Sən dənizin qiymətli ləvazimatları, qiymətli əşyaları, daş, qaş, sədəf falan, bunlar hamısı orada kənardan gələn deyil, onun içərisindədir. O deyir ki, sən dəniz kimi bir varlıqsan, sənin bütün qiymətli əşyaların, bütün qiymətli olanların hamısı daxilindədir. Ona görə də sən daxilinə müraciət eləyəcəksən. Daxilindən o cövhəri gərək çıxardıb verəsən. Məsələn, əziz peyğəmbərlər niyə gəlirlər? İmamlar niyə gəlirlər? Böyük övliyalar niyə gəlirlər? Onlar gəlirlər bizim öz xəzinəmizlə. Əslində xəzinə də deyil, bizdə əslində dəfinədir. Dəfinə ilə xəzinənin fərqi var. Xəzinə bütün daş-qaşı zahirdə bilinəndir, dəfinə isə tapılmayandır. Yəni xəzinə var, onun yerini heç kəs bilmir. O üzə çıxandan sonra olur xəzinə. Bizim əslində daxilimizdə bir qiymətli bir xəzinəmiz var, dəfinəmiz var. Peyğəmbərlər gəlir bizi ondan tanış eləsin ki, sən bu qədər qiymətli bir varlıq var. Onun üzərini Kəllə bəl rənə alə qulubihim Kəllə bəl rənə alə qulubihim mə kənu yaksibun. Sən onu elədiyin günahlar, yol verdiyin səhvlər, qüsurlarla onun üzərini örtmüsən, bastırmısan. Həqiqətən, yəni insan bəzən hamıda var bu. Amma günahlarla o həmən dəfinələri daha da elə bir ki, insan bastırır. Biz özdən nə qədər çox günah eləsən, o qədər dərinliyinə bastırırsan da. Bunu üzə çıxartmaq əslində çətinləşir, çox çətinləşir. Yəni peyğəmbərlərin gəliş məqsədi, Allah səmavi kitabların gəliş məqsədi, niyə görə onların ona zikr deyilir? Zikrin mənası budur ki, o gəlir səni xatırlasın. O istəyir ki, sən öz dəfinəni xatırlayasan, sənin qiymətli bir cövhərin var. O cövhəri tapmalısan, o cövhəri üzə çıxartmalısan. Dinin bütün istəyi budur. Baxın, bizim əslində insanın qət elədiyi yol onun özündən kənar deyil. İnsan həm salikdir, həm məsləkdir. Həm yol gedəndir, həm də yol onun özündədir. Baxın, bizə deyirlər ki, bizdən tələb olunan və yaxud da biz Allahdan istədiyimiz nədir? İhdinas sıratal mustaqim. Bizi doğru yola yönəlt. Hansı yoldur ki, üzdə, zahirdə elə bir yol varmı? Biz başlayaq ondan addımlamağa. Mənəviyyat dünyasında maddi aləmlə mənəviyyat aləminin fərqi ondadır ki, maddi aləmdə qət etdiyimiz yol bizdən kənardır. Bəli. Biz hər hansı bir mənzil başına getmək üçün müəyyən məsafəni qət eləməliyik. O bizdən kənardır, özümüzdə deyil. Mənəviyyat dünyasında isə yolu qət eləyəndə yol özü də eynidir. Biz mənəviyyat mərhələsində özümüzü qət eləyirik. Özümüz özümüzdə addımlayırıq. Ona görə də burada ki, yəni din artıq kənarda axtarılmır. Dinin həqiqətləri kənarda deyil. Dinin həqiqətləri hamısı özümüzün üzərindədir. Sadəcə olaraq peyğəmbərlər və səmavi kitablar gəlirlər həmin o bizim qət eləyəcəyimiz o mənəvi özümüzdə olan
o yolun mərhələlərini bizə göstərir, istiqamətlərini bizə göstərir ki, sən hansı istiqamətdə addımlar atmalısan və hansı zirvələrə qədər keçib və maneələri dəf eləməlisən. Çox sağ olun hacı. Yəni insanın o etdiyi günahlar təbii ki qeyd elədiniz, insanın o dəfinəsinin üzə çıxmamasına mane olur da. Bu Quran nazil olan aya biz özümüzü hazırlamaq üçün bəzi mənəvi paçlıqları da etməliyik ki, inşallah növbəti verilişlərimizdə onlara da Allahın izni ilə işarələr olunar. Ümidvarıq ki, bu danışılan mövzular sizlər üçün çox faydalı olacaq və hər birimiz Quran nurundan, Quran hidayətindən istifadə etmiş olacaq. Bir daha xatırladıram ki, bizimlə həmsöhbət olan Azərbaycanımızın tanınmış simalarından olan Famil Burhanoğlu idi. İnşallah gələn verilişlərdə yenə də sizin xidmətinizdə olacaq. Allah amanında gələn verilişlərədək.